İnformasiya təhlükəsizliyi mövzusu bugünkü mövzumuzdur. Mövzu geniş olduğu üçün onu iki hissəyə keçəcəyik inşallah. Deməli, əvvəllər yalnız dövlət qulluğunda, amma bu gün isə həm də magistratura hazırlığı üzrə informasiya təhlükəsizliyi mövzusu proqrama daxil edilib. Mövzu, dediyim kimi, o qədər də balaca mövzu deyil. Slayd sayı olaraq səhv etmirəmsə artıq 70-ə çatır. Bu dövlət qulluğu üçün 70-dir, magistr üçün bir balaca o qanunvericilik hissələrini çıxardıblar. Başlayaq. Deməli, birinci dərsdə nə öyrənəcəyik? İnformasiya təhlükəsizliyi nədir? Viruslar, kiber təhdid, kiber hücum, kiber insident, phishing hücumları, brute forcing, məsələn, sosial mühəndisliyi də var bugünkü dərsdə, zərərverici yoluxdurma, zərərli proqramlara yoluxdurma simptomları, sistemə daxil olma cəhdinin 3 mərhələsi: identifikasiya, autentifikasiya, avtorizasiya və autentifikasiyanın, yəni ikinci mərhələnin xüsusi bölməsi olan biometriya, yəni sistemə insanın fiziki, fizioloji üzvləri ilə bioloji daxil olma elementləri. Başlayaq. Birinci növbədə informasiya təhlükəsizliyi nədir? İnformasiya təhlükəsizliyi informasiya mühitinin qorunmasıdır. Yəni informasiya təhlükəsizliyi pozularsa, informasiya mühiti pozular. Yəni informasiyanın indi birazdan deyəcəyik də əlçatanlığı, məxfiliyi, tamlığı pozula bilər. İnformasiya təhlükəsizliyinin vəzifəsi həm təbii, həm də xüsusi süni xarakterli, təsadüfi və yaxud qəsdli təsirlərdən mühafizə olunmaqdır. İnformasiya təhlükəsizliyinin təmin olunması özlüyündə kompleks yanaşma tələb edir. Kompleks yanaşma nə deməkdir? İnformasiyanın qorunması kompleks mühafizə sistemi ilə idarə olunmalıdır. Məsələn, təşkilati mühafizə, proqram aparat mühafizəsi, mühəndis texniki mühafizə və qanunverici mühafizə. İndi gəlin tanış olaq, görək bu mühafizələr nədir, nə bildirir? Birinci mühafizə təşkilati mühafizədir. Bu, informasiya təhlükəsizliyi siyasətinin hazırlanmasıdır. Məsələn, hər hansı bir şirkətdə işləyirsiniz, həmin şirkət təhlükəsizlik qaydalarını müəyyənləşdirir, onların həyata keçirilməsini nəzarətdə saxlayır, vaxtı-vaxtında təhlil edir, işçilərini məlumatlandırır və mühafizə sistemlərinin tətbiqini formalaşdırır. Bax, bu təşkilati mühafizə sayılır. İkinci mühafizə mühəndis texniki mühafizədir. Bu da fiziki və infrastruktur mühafizə deməkdir. Yəni, önəmli məlumatların saxlandığı avadanlıqlar qorunur, girişə nəzarət sistemləri qurulur, kamera nəzarəti məsələn, yanğın təhlükəsizliyi və digər mühəndis həlləri, yəni gözlə görülə bilən mühafizə sistemləri, yəni fiziki təhlükələrdən qorunma. Üçüncü proqram aparat mühafizəsidir. Bu nə deməkdir? Məlumatların qorunması üçün sertifikatlaşdırılmış proqram təminatından və avadanlıqlardan istifadə. Bura antivirus proqramları, firewalllar, firewallı keçmişik bilirsiniz, həm qurulu, həm proqram ola bilər. İnternetlə bizim daxili şəbəkə arasında təhlükəsizlik divarı deməkdir. Şifrələmə texnologiyaları və digər proqram təminatı vasitəsilə məlumatların qorunmasını təmin edir. Dördüncü isə qanunverici mühafizədir. Bu artıq hüquqi çərçivənin yaradılması və tətbiqidir. Bu artıq bizim şirkətin özünün yox, şirkətin tabe olduğu ölkənin qanunverici mühafizəsi, məsələn, informasiya təhlükəsizliyi ilə bağlı qanunların, normativ aktların, siyasətlərin hazırlanması, artıq o şirkət onu hazırlamır təbii ki. Respublikanın özünün onunla bağlı qurumları var. Onların o siyasətlərini icra edir. Bu komponent təşkilatların hüquqi məsuliyyətlərini və mühafizə standartlarını müəyyən edir. Bu 4 önəmli mühafizə bölməsi idi, danışdıq onlardan. Keçirik. CEA. CEA nə deməkdir? Bu, informasiya təhlükəsizliyinin 3 əsas prinsipidir. Konfidensiallıq, yəni məxfilik, tamlıq və əlçatanlıq. Bu, ingilis dilində həmin o terminlərin baş hərfləridir. Bu prinsiplər məlumatların qorunması, idarə olunması üçün fundamental yanaşmadır. Nədir bu fundamental yanaşma? Birinci məxfilikdir. Məxfilik öz adından da məlum olduğu kimi informasiyanın məxfiliyi məhdud dairədə bəlli olmasıdır. Əgər informasiyanı lazım olan şəxslərdən əlavə şəxslər də bilirsə, yəni
məhdud dairədən çıxırsa, icazəsi olmayan şəxslər üçün də əlçatandırsa, bu zaman informasiyanın məxfiliyi pozulmuş hesab olunur. Bəzi informasiya növləri var ki, onlar üçün məxfilik prioritetdir, yəni önəmlidir. Nədir? Məsələn, istifadəçinin bank hesabı, vergi məlumatları, tibbi müəssisələrdə pasientlərin xəstəlik vəziyyəti barəsində olan məlumatlar və s. Bu da çox məlumatlar demək olar. Məlumatlar, bu tipli məlumatların məxfiliyini qorumaq lazımdır, önəmlidir. Bundan əlavə ikinci tamlıqdır. Tamlıq nə deməkdir? Tamlıq termini orijinallığı ifadə edir. Orijinallıq nə deməkdir? Yəni, tamlığın qorunması həm icazəsiz dəyişikliklərin qarşısını almaq, həm də səlahiyyətli dəyişiklikləri geri qaytarma qabiliyyətidir. Yəni, məlumatlar dəyişdirilməməli və düzgün qalmalıdır. Yazdığım qiymət dəyişdirilməməlidir. Yəni, söhbət elektron mühitdə, məsələn, biz elektron jurnalda bu qiyməti yazmışıqsa, o dəyişdirilməməlidir. Söhbət qiymətdən, tələbəyə yazılan qiymətdən də getməli. Məsələn, hər hansı bir bazada hansısa nəyisə qiymətləndirilməsindən söhbət gedir. Hər hansı fayldakı məlumat öz əvvəlki kimi qalmalıdır. Əgər kimsə icazəsiz olaraq bu dəyişiklikləri edərsə, demək, tamlıq pozulur. Üçüncü isə əlçatanlıqdır. Bu, məlumatların icazə verilmiş istifadəçilər üçün lazım olanda asanlıqla əldə edilməsi deməkdir. Məsələn, tutaq ki, biz özümüz də bunu real həyatda müşahidə edə bilərik, təcrübə edə bilərik. Tutaq ki, biz öz kompüterimizdə olan məlumatları bulud üzərində, məsəl üçün Google Drive-da yedəkləyirik. Sonra həmin yedəklənmiş məlumatları kompüter əlimizin altında olmadığı vaxtlarda belə telefonumuzla müvafiq proqrama daxil olub, oradan endirə, kiməsə yönləndirə və hətta silə də bilərik. Əgər əlçatanlıq itibsə, yəni bizim lazım olduğu zaman asanlıqla o verilənlərə daxil olmağımızın qarşısına hansısa bir sədd varsa, deməli bu əlçatanlığın pozulması deməkdir. Və bu çox vaxtı DDoS deyilən hücum var. İnşallah biz onu keçəcəyik. DDoS hücumu nə deməkdir? Hər hansı bir sayta həddindən artıq sorğu göndərməklə o sayta daxil olan istifadəçinin lazım olan verilənləri əldə etməsinə süni maneə yaratmaqdır. Bu əlçatanlıqdır. Əlçatanlığın pozulması da bu formada. Davam edirik. Bu 3 dənə məqamı bilmək lazımdır. İndi olar ki, qəbulda yalnız adları düşər, lap yaxşı, amma izahlarını da bilmək lazımdır. Növbəti, informasiyanın qorunması nə deməkdir? İnformasiyanın qorunması yuxarıda sadalandığımız 3 əsas gizliliyin, tamlığın və əlçatanlığın təmin edilməsinə yönəlmiş fəaliyyətdir. Verilənləri icazəsiz istifadədən qorumaq üçün paroldan istifadə olunur. Biz irəliləyən səhifələrdə necə parol qurmaq lazımdır, hansı qaydalara riayət etmək lazımdır ki, parol güclü olsun və müəyyən təsirlər olarsa onlara qarşı dayanıqlı olsun. İstifadəçi verilənlərdən istifadə hüququnu təsdiqləmək üçün özünü tanıtmalı və parolu təqdim etməlidir. Parolun tərifi də düşə bilər. Parol yalnız verilənlərdən istifadə etmək hüququ olan şəxsin bildiyi simvollar ardıcıllığıdır. İnformasiyanın qorunması iki üsulla həyata keçirilir. 1. Verilənlərə girişin məhdudlaşdırılması. 2. Verilənləri əks etdirmək üçün informasiya metodlarına girişin məhdudlaşdırılması. Nə deməkdir? Məsələn, mən sənə hazırlaşdığım müddətdə link göndərirəm. Bu linkin içərisində tutaq ki, hansısa bir video var. Sən sonraki artıq qəbul olunsan, sonraki vaxtı əgər hər hansı o linkə daxil olursansa və orada qeyd olunursa ki, müəllif bunu gizlədib və yaxud müəllif bunu silib, deməli verilənlərə giriş məhdudlaşdırılır. Bir də var ki, mən sənə göndərdiyim linki silirəm. Bu artıq verilənləri əks etdirmək üçün informasiya metodlarına girişin məhdudlaşdırılması anlamına gəlir. Davam edirik. Kompüter virusları. Proqram təminatı mövzusunda keçmişik, nə işə yaradıqlarını bilirik. Demişik ki, virusların özünə məxsus onun növləri var idi, 4 bölməyə bölünürdü və s. Bunlar artıq danışılan məsələlərdir. Viruslardan mühafizə olunmaq üçün də demişdik, antiviruslarımız var. Ondan əlavə bugün nə danışacağıq? Bugün danışacağıq ki, virus proqramları aparat vasitələrini sıradan çıxara bilmir. Yəni, virus proqramı sənin monitorunda süni çat effekti yarada bilər ki, güya ekran sınıb, amma həqiqətdə onu sındıra bilməz. Bu mənada. Bundan əlavə, kompüterdə virusun dırnaqarası həyat yolu, yoluxdurma və aktivləşdirmə ilə başlayır. Yoluxdurma prosesi istifadəçinin, yəni bizim virus daşıyıcısı olan proqramı başlatmağımız, yəni açmağımızla həyata keçirir.
Həmin proqramın yüklənməsindən sonra, yəni açılmasından sonra virus aktivləşərək fəaliyyətə başlayır. Viruslardan qorunma 3 səviyyədə təşkil oluna bilər. Birinci səviyyə virusun kompüterə daxil olmasının qarşısını almaq. Bunu bacarmasaq, ikinci səviyyə heç olmasa hücumun qarşısını almaq. Yox, onu da bacarmasaq, hücumun təsirini minimuma endirmək. İndi 3 dənə anlayış var. Bunlar informasiyalaşdırma haqqında Azərbaycan Respublikasının qanunundan çıxarmalardır. Bundan 3-cü, yəni növbəti görüşümüzdə əvvəl 3 dəfəyə keçirdim, öyrəşmişəm. İkinci dərsimizdə bu barədə, yəni buna oxşar digər məsələlərdə danışacağıq, amma bu 3 dənə termini bilmək lazımdır, çünki qəbulda dəfələrlə düşür. Kiber təhdid nədir? İnformasiya sistemlərinə və ehtiyatlarına qanunsuz daxil olma, müdaxilə, yaxud digər formalarda informasiya təhlükəsinin pozulmasına səbəb ola bilən hər hansı bir vəziyyət, hər hansı bir amil kiber təhdid sayılır. Deməli, təhdid gördünsə, amil və ya vəziyyətdir. İkinci, kiber hücum. Hücum isə artıq informasiya sistemlərinə və ehtiyatlarına o fəaliyyətin pozulmasına və dayanmasına səbəb ola bilən hər hansı törədilən əməl. Kiberməkan nə deməkdir? Məsələn, cinayətkarlığın icra olunduğu yer, cinayətin icra olunduğu yer vasitəsilə, yəni bu kompüter olur çox vaxtı. Kompüter vasitəsilə qəsdən törədilən əməl. Deməli, hücum artıq əməldir, təhdid isə hələ hücumdan əvvəlki vəziyyətdir. Üçüncü isə kiber insidentdir. İnsident sözü özdə bilirsiniz, hadisə deməkdir. Həmin o informasiya sistemlərinin pozulmasına səbəb olan hadisə. Diqqətli olursunuz, bu 3 dənənin hər biri zaman-zaman qəbullarda qarşımıza çıxıb və düşüb. Davam edirik növbəti səhifə ilə. Hücum növləri. Hansı hücum növləri mövcuddur? Ələ keçirmə, dəyişdirmə, fasilə və qondarma. Nə deməkdir bunlar? Ələ keçirmə birinci hücum növüdür. Başqasına aid olan məlumatı icazəsiz oxumaq və ya dinləməkdir. Və ya kiminsə elektron postunu gizlicə oxumaq, telefon danışığını dinləmək, sənədləri icazəsiz kopyalamaq. Bu cür hücumlar çox vaxt səssiz baş verir. Onların fərqinə varmaq çox çətindir. İkinci fasilədir. Fasilə sistemi və yaxud xidməti işləmə sala salmaqdır. Yəni, hər hansı saytın çökməsi, açılmaması, istifadəçinin sistemə giriş etmək istəməsi, amma daxil ola bilməməsi. Məsələn, bayaq dedik DDoS hücumu buna nümunədir. Bir saytın eyni anda minlərlə saxta sorğu ilə yüklənməsi. Bu fasilə adlanır. Üçüncü hücum dəyişdirmədir, modifikasiya. Faylda icazəsiz dəyişmə, təhrif, fayldakı məlumatları dəyişmək, sənəddəki rəqəmləri saxtalaşdırmaq. Nümunə göstərmişəm. Bir şagirdin qiymətinin sistemdə gizlicə dəyişdirilməsi. Nümunə ola bilər. Dördüncü hücum növü isə qondarmadır. Sistemdə saxta məlumat yaratmaqdır. Yəni, yalandan elektron post yaratmaq, yəni heç bir kəsə o aid deyil. Saxta məlumatların bazaya əlavə edilməsi, saxta elektron post viruslarının göndərilməsi və yaxud verilənlər bazasında uydurma məlumatların yazılması, qeyd edilməsi. Heç real həyatda olmayan. Aydındır. Bunlar oldu, bu 4 dənə hücum növləri testdə qarşınıza çıxa bilər. Bax, bu 2 səhifəni bugün əlavə eləmişəm. Baxdım ki, siyahıda verilən ədəbiyyatda bunlar da var və bunlar da əlavə eləməyə ehtiyacı var. Yeni PDF sizə göndərəcəm. Bunlar içində var ki, PDF-də yox idi. Məsələn, riskdir. Onu da bugün əlavə eləmişəm. Risk nədir? Risk dəyər kəsb edən hər hansı bir vəsaitin itirilmə ehtimalıdır və yaxud da arzu olunmaz hadisənin baş vermə ehtimalı. Və bu baş verməməsi üçün bizim müəyyən önləyici tədbirlər almaq lazımdır bizə. Riski təşkil edən amillər, yəni hansı amillər risk yaradır? Aktivlər, təhdidlər və zəifliklər. Nədir aktivlər? Aktivlər ingiliscə assetsdir. Sistemdə mövcud olan aparat, yəni qurğu, proqram təminatı, şəbəkə cihazı kimi özünə məxsus bir dəyəri olan fiziki əşyadır. Yəni, bu qurğuların olması əslində həmin qurğulara qarşı hansısa bir hücumun olmasına zəmin yaradır və bu özü risk sayılır. Aktiv nədir? Sistemdə mövcud olan qurğular və proqramların olması, həmin fiziki əşyaların olmasıdır. Aktivlər hər hansı bir şəxsin, təşkilatın məlumatını şəbəkədəki zəbt etmək, şəbəkəni zəbt edən, yəni şəbəkəni işğal etmək, zəbt mənada
işğal etmək istəyən pis niyyətli xakerlərdən, viruslardan və qurdlardan worm idi. Biz keçmişdik bunu. Təbii fəlakətlərdən, ətraf mühit şəraitindən, elektrik enerjisinin kəsilməsindən və digər arzu olmaz vəziyyətlərdən qorunması lazımdır ki, bu aktivlər vasitəsilə şəbəkəmizə ziyan dəyməsin. İkinci təhdidlərdir. Təhlükə, bir varlığa zərər verə biləcək və xidmətləri kəsməyə səbəb ola biləcək hadisə və ya hərəkətdir. Bu təhdidləri öncədən biz müəyyən edib onlara qarşı hazırlıqlı olmalıyıq və zəifliklər. Zəiflik nə deməkdir? Təcavüzkarların sistemə hücum etmək üçün istifadə edə biləcəyi müxtəlif qüsurlardır. Bu qüsurlar gündən günə dəyişir, saatla dəyişir, hətta saniyə ilə dəyişir. Zəifliklər üçün siyahı var, CVA. Həmin bu siyahının tez-tez bu aşağıda görünən sayt var. Həmin sayta girib gündəlik hansı yeni zəifliklər var, onlara qarşı necə müdafiə olunmaq lazımdır, məlumatlı olmaq üçün bu saytdan istifadə etmək olar. Davam edirik. Ən çox yayılan təhlükələrin 4 növü var. 1. Phishing hücumları. Phishing öz içində bölünür. Spear phishing, wishing, pop-up, whaling, domain spoofing və man in the middle. Bunları ayrı-ayrı keçəcəyik. İkinci güc tətbiqidir. Brute forcing. Ayrıca keçəcəyik, izah olunacaq. Zərərverici yoluxdurma və sosial mühəndislik. Bu 4 növ və phishingin də öz altında ayrıca 6 növ. Birinci növbədə phishing nə olan şeydir? Phishing balıq ovu deməkdir tərcümədə əslində. Türklər deyirlər sazan avı. Balıq ovu qlobal şəbəkədə çox vaxt balıq ovunu xatırladan fırıldaqçılığın bir növüdür. Kiber dələduzluğu xüsusi növü olan bu phishingdə istifadəsini aldatma yolu ilə şəxsi məlumatları əldə etməyə məcbur etmə və yaxud onu aldatmaqla almaqdır. Bu texnikada hücumçu etibarlı bir yeri təqlid eləyir. Məsələn, hər hansı bir saytı və yaxud da hansısa bir çağrı mərkəzini təqlid eləyir. Elektron poçtla bu söhbətə başlayır. Bu elektron poçtda təcavüzkarlar cəza ödənişi, pulsuz lotereya kimi mövzularda hədəflərə o şəxsin təhdid, qorxu hisslərini, həyəcan, hərislik hisslərini tətikləyir və fırıldaqçı ilkin baxışda əsli ilə eynilik təşkil edən, amma saxta olan hər hansı bir internet resursuna, sayta sizi yönləndirir. Həmin saytda siz ora öz şəxsi məlumatınızı daxil edirsiniz və bu məlumatlar daxil edilən kimi birbaşa fisherin, yəni həmin pis niyyətli şəxsin öz şəxsi bazasına daxil olur. Və artıq siz bundan xəbərdar olmadığınız üçün, xəbərsiz olduğunuz üçün olursunuz qurban. Bu phishing haqqında ümumi bir məlumat. Spear phishing nədir? Spear phishing phishingin bir növüdür, amma adi phishingdən fərqli olaraq, bax bu sonuncu 2025-in ən son qəbul, dekabr qəbulunun sualıdır. Yazmışdı ki, orada hansı phishing növüdür ki, əvvəlcədən hədəf kimi müəyyən edilmiş istifadəçi və istifadəçi qrupuna göndərilir. Yəni adi phishingdə məsələn sən hazırlayırsan və milyonlarla şəxsə göndərsənsə, bu phishingdə sən hədəf haqqında ilkin olaraq məlumatlar toplayırsan, onun maraqlana biləcəyi müxtəlif məqamları öyrənirsən, sonra həmin maraqlandıra biləcəyi diqqətlə hazırlanmış elektron postu göndərirsən. Bu adam da görür ki, həqiqətən də ona aiddir, yəni şübhələnmir bundan və daxil olur. Hətta phishing hücumunun müvəffəqiyyət nisbəti 3%-dirsə dünya üzrə, spear phishingdə bu 70%-dir. Yəni daha təhlükəlidir. Dəfələrlə təhlükəlidir. Bu spear phishing. Davam edirik. Wishing. Bu da populyar qəbul sualıdır, dəfələrlə düşüb. Voice phishing-dir. Bu artıq elektron poçt əvəzinə telefondan istifadə olunan bir səs phishing-idir. Təcavüzkar bank və ya xidmət provider kimi hər hansı bir müəssisənin interaktiv səsli cavab sistemi, yəni çağrı mərkəzini təqlid eləyir və qabaqcıl phishing hücumu kimidir. Deməli, şəxs sizə zəng eləyir, ya bəzən belə olur, elektron poçtu göndərir, eyni zamanda zəng eləyir, sonra elektron poçtsuz da zəng eləyə bilər, tək başına da istifadə oluna bilər. Həmin bu şəxs sizə Toki Capital Bankın adı ilə zəng eləyir və sizə aid olan məlumatların daxil olunmasını sizi bir növ belə təlqin eləyir, xahiş eləyir və yaxud da tələb eləyir və siz bu phishingin qurbanı ola bilirsiniz. Yəni bir sözlə, wishing
telefon vasitəsilə həyata keçirilən phishing növüdür. Bunu bilməklə sən qəbuldakı cavabı götürmüş olursan. Növbəti phishing növümüz pop-up phishingdir. Bu ekranda klikləmək üçün səni tez-tez belə bir növ belə deyək, məcbur eləyən və yaxud da tez-tez sənə ekrana bildiriş formasında gələn pop-up phishingidir. Nədir məsələn? Deyə bilər ki, sizin əməli yaddaşınız artıq sıradan çıxıb və yaxud da çox zəif işləyir, xarici yaddaşınızda problem var. Ekranda gördüyünüz proqramı klikləyərək siz rahatlıqla həmin problemi aradan qaldıra bilərsiniz. Bu pop-up phishingi kompüterimizin təhlükəsi ilə bağlı problem və ya başqa bir problem haqqında açılan pəncərədən istifadə edir. Sonra zərərli proqrama çevrilən faylı endirməyə yönləndiririk. Bu pop-up da belə bir şeydir. Növbəti balina ovudur. Balina whaling balina ovu. Bu yüksək səviyyəli idarəçini hədəf alan phishingdir. Məsələn, hər hansı bir iş yerində hər bir adi işçinin öz kompüterinə daxil ola biləcəyi xüsusi bölmələr var. Yəni hər yerə icazə verilmir. Buna deyirlər ən az imtiyaz prinsipi. Danışacağıq inşallah. İndi əgər demək istəyirəm ki, adi bir işçinin kompüterini ələ keçirərsənsə, yalnız o işçinin bilə biləcəyi məlumatları ələ alarsan, ələ keçirərsən. Amma yüksək səviyyəli idarəsini hədəf alarsansa, onda şəbəkənin dərin qatlarına daxil olub qiymətli məlumatlara gəlib çata bilərsən. Aydındır. Bu whaling balina ovu bu anlama gəlir. Domain spoofing. Domain spoofing nə deməkdir? Saytın adını saxtalaşdırmaqdır. Biz qlobal şəbəkə mövzusunu keçmişik. Bilirsiniz ki, DNS ünvanlar domain name system deməkdir. Deməli, hər bir saytın arxa plandakı IP-sini ad ünvanlara çevirir və bizim ondan rahat istifadə etməyimizə şərait yaradır. DNS saxtakarlığında hacker insanları həssas məlumatları daxil etməyə cəlb etmək üçün elektron post və ya saxta veb saytdan istifadə edərək şirkətin domenini təqlid edir. Məsələn, bu həqiqi LinkedIn saytına oxşayan saxta domen yarada bilər, Facebook'a oxşayan və yaxud da populyarlıq qazanmış müxtəlif saytların adlarına oxşayan fikir vermədiyimiz, yalnız əvvəlini və axırını oxuyub ortasını oxumadığımız saytlara bizi göndərə bilər. Oradakı biz daxil olanda ən aşağısı öz login parolumuzu daxil etməklə öz sosial şəbəkə hesabımızı itirə bilərik. Və bundan başqa da digər şeylər. Baxır o saytın xarakterinə. Domain spoofing bu deməkdir. Yəni saytların adının saxtalaşdırılması. Davam edirik. Man in the middle. Man in the middle hücumu da qəbul suallarından biri olubdur. Ortadakı adam hücumudur. Nə deməkdir? Təcavüzkar hacker iki tərəfin ortasına girir. Onlar arasında mübadilə olan, yəni sən digər şəxsdən cürbəcür məlumatlar paylaşa bilərsən də, həmin məlumatları əldə eləyir və trafikə qulaq asmaqla davamlı olaraq o sənin onun bilməli olmadığı o məlumatlar ki var, onları əldə eləyir, onları toplayır. İndi baxır kimlə kimin arasına girir. Ola bilər ki, şirkətin müdürü ilə digər şirkətin müdürü arasına girir və yaxud da şirkətin müdürü ilə idarəçi arasına girir və bu dəfə o daha dərin, daha dəyərli məlumatlar əldə edə bilər. Man in the middle hücumları müxtəlif yollarla həyata keçirilə bilər. Məsələn, şəbəkə protokollarındakı boşluqlardan istifadə etməklə, marşrutlaşdırıcılar, yəni routerləri və ya açarları pozmaqla, zərərli proqram təminatından istifadə etməklə. Man in the middle hücumunun bəzi ümumi nümunələri arasında əsasən çox vaxt Wi-Fi dinləmə, sessiyanın qaçırılması. Sessiyanın qaçırılması nə deməkdir? Məsələn, hansı sayta girirsən, biliyorsan 3 saniyə sonra deyir ki, sizin sessiyanız bitdi, təzədən bir daha daxil olun. SSL və TLS ələ keçirim. SSL, TLS nə deməkdir? Təhlükəsizlik protokollarıdır ki, həmin protokollar əslində şəbəkəni qorumaq üçündür. Əgər o protokollar ələ keçirilərsə, şəxs onların eləyə bildiyi işləri, yəni onların bir növ belə deyək də, təhlükəsizliyi tam olaraq baltalayır, ələ keçirir və təbii ki, sən şəbəkədə olursan qorunaqsız adam, heç xəbərin də olmadan digər şəxsin əlinə keçir məlumat. Hər ehtimala qarşı Man in the Middle-ın iki növü var, iki proqram növü var. Hər ehtimala qarşı bunu bilsəz yaxşı olar. Biri Ethercap'dır, şəbəkə üçün nəzərdə tutulub, əsasən lokal şəbəkə üçün. Bir də ARP Spoof. Bu da
terminaldan. Terminal nə deməkdir? Yəni hər hansı bir digər kompüter terminal sayılır. Şəbəkənin üzvü və yaxud şəbəkənin üzvü olmayan digər bir kompüter. Ethercad və ARP Spoof kimi 2 dənə proqram növləri var. Hər ehtimala qarşı bunların adlarını bilmək lazımdır. Çünki o verilən ədəbiyyatda bu ifadələr var. Çünki zaman keçdikcə artıq sualları çətinləşdirəcəklər. Çünki bir dəfə, iki dəfə, üç dəfə üstdən sual düşdü. Dördüncü, beşinci dəfələrdə artıq sual tapa bilmirlər axı. Çox tez-tez də təkrarlamaq istəmirlər. Ona görə məcbur hər dəfə yeni suallar axtarışına çıxırlar. Ona görə PDF-i əksiksiz oxumaq lazımdır. Biz davam edirik. Phishingdən qorunma üsulları. Phishingdən necə qorunmaq olar? 1. Bizi hər hansı bir sayta, sosial şəbəkəyə və yaxud elektron post hesabına qeydiyyat üçün, istifadəçi adımızı, şifrəmizi təkrar daxil etməyim üçün, dəyişdirməyim üçün, bank kartı ilə alqı-satqı aparmağım üçün yönləndirən elektron məktublardan şübhələnməliyim. Bu 1. İkinci, yuxarıda göstərilmiş mətn ilə, yəni yuxarıdakı o dediyim məsələlərlə bağlı məktublar aldıqda məktubu göndərən tərəfin elektron postunun saxta olub-olmadığını yoxlamaq lazımdır. Və yaxud elektron postun göndərildiyi IP-nin həqiqətən də həmin quruma, həmin təşkilata aid olub-olmadığını yoxlamaq vacibdir. Bu məlumatları yoxlamaq və ya dəqiqləşdirmək mümkün deyilsə, onda yönləndirmənin aparıldığı keçidin saxta olub-olmadığını yoxlamağımız tələb olunur. Bunun üçün də bir virustotal.com saytı var, ya da Xüsusi Dövlət Mühafizə Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin kompüter insidentlərinə qarşı mübarizə mərkəzi var. Ora məlumat vermək lazımdır. Onun da indi birazdan mən sizə daxil olmaq üçün elektron post ünvanını bildirəcəm. Keçirik güc tətbiqinə. Baxın, biz sistemli tək şəkildə öyrənməliyik. Çünki dalbadal öyrənsən, sənin ağlında da qalmayacaq. O diqqətli olursan. Deməli, biz nə etmişik? Biz artıq 22-ci səhifəyə qədər hardan? 13-cü səhifədən 22-ci səhifəyə qədər ancaq phishingin növlərini öyrənmişik. İndi isə növbəti təhlükə növünə, yəni güc tətbiqinə keçirik. Bunu sistemli öyrənmək lazımdır ki, yadda da çıxmasın. Güc tətbiqi və digərləri uzun çəkmir. Çünki onların başqa növləri yoxdur. Ümumi məlumatları alırsan, məsələ yekunlaşır. Bu da qəbula çox düşüb. Brute force, yəni güc tətbiqi. Güc tətbiqi hücumu nə deməkdir? Bizim hesabımıza daxil olmaq üçün öncədən müəyyən edilmiş şifrələr toplusunun yoxlanması əməliyyatıdır. Deməli, güc tətbiqi əməliyyatı üçün xüsusi proqramlarla bizim hər hansı bir sistemə, bizə aid olan hər hansı bir sistemə hesaba daxil olmaq üçün məlumatlar toplusu əvvəlcə toplanır, sonra o şifrələr yoxlanır. Bu hansı məlumatlardır? Məsələn, bizə aid telefon nömrəsi, adımız, soyadımız, doğum tariximiz, yaşadığımız yer, maşınımızın nömrəsi, bizim şəxsi ləqəbimiz, telefon markamız, övladımızın adı, övladımızın doğum tarixi kimi məlumatlardır. Bu proses əvvəllər əllə həyata keçirilirsə, bu gün texnoloji inkişaf sayəsində çox sürətlə və avtomatikləşdirilmiş xüsusi proqramlarla həyata keçirilir. Həmin məlumatlar daxil edilir, çox qısa müddətdə bütün mümkün variantların faktorialı çıxarılır və həmin şifrələrdən birini əgər sən qoymusan, məsələn 02 12 96 doğum tarixidir. 02 12 96 96 12 02 bütün mümkün variantlar yoxlanılır. Bu oldu güc tətbiqi. Güc tətbiqindən qorunmaq üçün ən birinci üsulumuz şifrə təhlükəsizliyidir. Şifrə təhlükəsizliyi üçün nələr etmək lazımdır? Hər hansı bir yerdə, hər hansı bir sahədə şifrələrin sistem tərəfindən verilən default, yəni sistem tərəfindən ilkin təklif olunan şifrələr kimi qalmamasına diqqət edin. Çox vaxt bizdə modem alanda evə onun özünün kodu olur axı. O koda biz demirik, deyirik onsuz da o kimdir onun, kimin ağlına gəlir. Amma onlar hər biri arxa planda serverlərdə qalıb deyə istənilən zaman əgər kimsə hücum eləmək istəsə o parolu verə bilər. Ona görə dəyişmək lazımdır. Şifrələrin aşağıda göstərilən və ən təhlükəli və ən çox rast gəlinən şifrələr silsiləsindən olmamasına diqqət edin. Hansıdır bunlar? Klaviaturada ardıcıl düzülən hərf, məsələn QWERTY. Ardıcıl düzülən rəqəm 1 2 3 4 5. Ardıcıl düzülən simvollar məsələn. Bunlardan olmamasına diqqət edin. Şifrələrinizdə dediyimiz o məsələlərə və eyni zamanda şəxsi məlumatlardan istifadə etməməyə diqqət edin. Məsələn, dediyim telefon nömrəsi, ad, soyad və s. Müxtəlif hesablara daxil olanda müxtəlif şifrələrdən istifadə edin. Çünki eyni şifrələr bir hesab sıradan çıxdısa, digər hesablarında avtomatik domino daşı kimi sıradan çıxmasına gətirib çıxarır.
Müxtəlif hesablarda müxtəlif şifrələrin istifadəsi zamanı müxtəlif bu hansı mənaya gəlir? Məsələn, elə olur ki, bir sistemə müxtəlif istifadəçilərin adları ilə daxil olursan və demək istəyir ki, eyni sistemin içində hətta sən müxtəlif istifadəçi adları ilə daxil olursansa, onların da şifrələrini fərqli qoymalısan. Məsələn, bir Facebooka iki fərqli adamın adı ilə daxil olsan, hətta o şeylərə diqqət eləməlisən. Eyni şifrə olmamalıdır. Şifrələr mütəmadi olaraq dəyişdirilməlidir. Normal dəyişmə müddəti 3 aydır. Hər hansı bir internet resursuna və bir yerdən başqa yerə köçürərkən şifrələri yenə dəyişdirin. Serverlərdən backuplarınızı və brauzerlərdən keşlərinizi silmək lazımdır. Şifrəni heç bir zaman kağıza yazıb kompüter ekranına yapışdırmayın. Hər hansı bir Word sənədinə, yaxud Excel-ə, yaxud Notepad, TXT formatlı faylları yazıb kompüterə saxlamayın və iki qat identifikasiyadan istifadə edin. Bax, bu çox önəmli məsələdir. Məsələn, bilirsiniz də web WhatsApp var və yaxud web Telegram var. O nə etmək olar? Tutaq ki, orada içəridən parametrlərdən iki qat identifikasiyanı aktivləşdirirsən. Bu nə deməkdir? Məsələn, kimsə mənim hətta telefonumu oğurlasa, yaxud da mənim icazəm olmadan o QR kodu bir saniyədə çəksə belə, o yenə də o sistemə daxil ola bilməsin. Nəyə görə? Çünki sistem ondan əlavə də bir parol istəsin. Məsələn, mən Telegramda onu eləmişəm, maraq üçün yoxlamağa görə elədim. Hətta mən özüm şəxsən QR kodu skan eləyirəm, sistem məndən əlavə də 4 rəqəmli parol istəyir. Bu şifrə ola bilər, SMS xəbərdarlıq ola bilər. SMS xəbərdarlıq biraz şeydir, yəni o qədər də uyğun deyil. Nəyə görə? Çünki SMS xəbərdarlıq elədir ki, sənin telefonunu oğurlayıblarsa, SMS də oraya gələcək də, düzdür. Amma öncədən özünün gizli bir sözün varsa, onda aydın məsələ ki, onu səndən başqa heç kəs bilmir. Sonra növbəti zərərverici yoluxdurma. Yenə biz qaydırıq dala. Yenə gəlirik bura sistemliliyi pozmamaq adına. Üçüncü, sonra da sosial mühəndislikdən danışacağıq. Zərərverici yoluxdurma nə deməkdir? Malware injection'dır. Bu nə deməkdir? Zərərli proqram təminatının, yəni zərərverici proqramın hədəf sistemə və yaxud şəbəkəyə daxil edilməsi, yəni injeksiya edilməsi və onun sonradan sıradan çıxarılması. Deməli, bu tipli proqramların ən təhlükəli cəhəti yükləndikdən sonra özünü gizlətməsi və özünü silərək başqa adla kompüterin yaddaşında olmasıdır. Arxa planda gözə görünmədən o bədniyyətli proqramçının hansı niyyətlə yaradıbsa, o niyyətini həyata keçirir. Kompüterinizə zərərvericilərin yoluxması, kompüterin üçüncü şəxslər tərəfindən idarə edilməsi və məlumatları üçüncü şəxslərin əl çatanlığını təmin eləyir. Yəni, zərərverici proqram injeksiyası nə oldu? Kompüterimizin arxa planında casus proqramların olmasıdır. Bunun üçün də bizdən çox vaxt istifadə edirlər. Uyğunsuz linkləri və proqramları yükləyəndə bu problemə gəlib çıxırıq. Növbəti məsələ SQL injeksiyasıdır. SQL özü nə deməkdir? SQL Structured Query Language-dir və verilənlər bazaları, məsələn, Access buna nümunə ola bilər. Access-in içərisində mürəkkəb xarakterli sorğular vermək üçündür. Yəni, bu proqramın üstünlüyü, yəni SQL sorğu dilinin üstünlüyü ondan ibarətdir ki, biz, məsələn, 500 min nəfərlik bir bazada çox qısa zaman ərzində yaşı 50-dən yuxarı olan, 300 dollardan aşağı maaş alan, filan digər kriteriyalara uyğun şəxsləri tapa bilərik. SQL injeksiyası isə həmin bu normal axtarış yerinə zərərverici sorğu səthinə zərərverici SQL kodunu yeritməklə SQL sorğusunu manipulyasiya eləyir. Yəni, aldadıcı bir formada özünə elə aparır ki, bu da sadə bir SQL sorğusudur. Və beləliklə, uğurlu SQL injeksiya hücumu nəticələri böyük ağırlığa gətirib çıxarır. Məsələn, nədir? Artıq sənin bazan düşür digər şəxsin əlinə, əgər uğurlu bir hücum varsa. O şəxs bazadakı bütün məlumatları əldə edir. İstəsə onları dəyişdirə bilər, istəsə silə bilər, verilənlər bazasını üzərində, serverdə müxtəlif əməliyyatlar yerinə yetirə bilər. SQL injeksiyasından necə tapmaq olar və nə etmək olar? SQL injeksiyası üçün biz sayt axtararkən axtarış qutularına belə dırnaq qoyulmalıdır, tək dırnaq qoyulmalıdır. Bu cür xüsusi simvollar səhifədə verilənlər bazası xətası əldə etməyə cəhd etmək üçün forma girişlərini sınaqdan keçirir. SQL zəifliyin olub-olmadığını göstərir. Bu, aşağıdakı ifadələr proqramistlər üçün. Bu heç sənə lazım deyil. Özünü çox buna görə yorma.
Əsasən buradakı ifadəni başa düşdün, məsələ sənin üçün yekunlaşmış sayılır. SQL injeksiyası nə oldu? Axtarış sətrinə, bazanın, verilənlər bazasının axtarış sətrinə zərərverici kodu yeritməklə bazanı ələ keçirmək. Bu cümlə sənə qəbulda cavabı düzgün tapmağına yardımcı olacaq. Növbəti, zərərvericilərdən qorunmaq üçün nələrə diqqət etmək lazımdır? Kompüterimizdə daima yenilənən antivirus proqramı olmalıdır. Niyə görə? Çünki antiviruslar hazırlanarkən hal-hazırda tutaq ki, bazada mövcud olan 500 dənə təhdidə qarşı qorunaqlıdır. Amma axı təhdidlər də günbəgün çoxalır. Onu daima yeniləməlisən ki, bu təhdidlərə qarşı da qorunaqlı olsun. Tanımadığımız və şübhəli elektron post ünvanlarından bizə hər hansı bağlamalar gələrsə, həmin bağlamaları açmamaq lazımdır və hətta yəni bilmədiyiniz genişlənmə olmağı bir yana, bildiyiniz genişlənmələr olsa belə onlar da endirmək yol verilməzdir. Naməlum mənbələrdən hər hansı bir proqram, şəkil, kino və s. multimedia məzmunlarının endirilməsi yol verilməzdir. Bizə göndərilən faylların genişləmələrində exe, bat, com, skr, pif kimi uzantılar varsa, bir mənalı qətiyyətlə imtina eləmək lazımdır onların endirilməsindən, açılmasından. Şübhələndiyimiz faylları ilkin olaraq 3w.virustotal.com saytı vasitəsilə yoxlamaq olar. Bu mümkün olmadığı halda dəqiq analiz istədiyiniz halda malwarelab@cert.gov.az deyilən ünvana göndərməyiniz lazımdır ki, bunun o bizim dediyimiz xüsusi rabitə xüsusi mübarizə mərkəzinin laboratoriyasıdır. Onlar onu yoxlayıb sizə məlumat göndərirlər arxaya. Kompüterimizdəki fayllarda dəyişiklik, mausun öz başına tərpənməsi, yazı yazarkən əlavə şriftlərin yazılması, sistemin öz-özünə sönməsi, tapşırıqlar çubuğunda, yəni altdakı taskbarda əlavə tapşırıqların, bizə aid olmayan proqramların icrası görəriksə, bu tip anomaliyalar dərhal kompüterin yoxlanması üçün həm ya o sıfırlanmalıdır, format olmalıdır, ya da ki, müvafiq struktur bölməyə xəbər vermək lazımdır. Sosial mühəndislik. Bu isə hücumların sonuncu növüdür. Sosial mühəndislik, sosial injinering. Nə deməkdir sosial mühəndislik? Deməli, üzr istəyirəm, burada hücumda məndə qaranlıq göstərir. Sizdə də belə göstərirdi. Bir dəqiqə. İndi məncə düzəldi. Tündləşir ekran elə bil, düzdür. Sizdə də belədir, yoxsa yalnız məndə belə göstərir zoomda ekranı? Hər şey normaldır bizdə. Normaldır, hə, məndə elə bil ona. Yəqin mən rekord eləyirəm, ona görə belə görsənir. Elbəttə, sıxıntı yoxdur. Sosial mühəndislik nə deməkdir? Sosial mühəndislik həssas məlumatlara əlçatanlığı təmin etmək üçün insan psixologiyasının manipulyasiyasını istifadə etməkdir. Nə deməkdir? Məsələn, virtual mühitdə bizim etibarımızı qazanan şəxs, yəni virtual dostumuz, əvvəlcə təbii ki, bizimlə uzun bir müddət yoldaşlıq eləyir, dırnaqarası yoldaşlıq eləyir və o sonrakı mərhələdə bizdən aldığı məlumatlarla etibarımızdan sui-istifadə eləyərək bizə aid olan sistemlərə giriş əldə edə bilər və yaxud da müxtəlif bizə aid olan məlumatları əldə edə bilər. İndi burada məsələ nədir? Testdə sual kimi düşə bilər ki, ən çox istifadə olunan sosial mühəndislik növləri hansılardır? Onlardan danışmaq lazımdır. Birinci növbədə zərər verən şəxs və yaxud da bizim etibarımızı qazanan virtual dostumuz bu sosial mühəndisliyin köməkliyi ilə bizə aid məlumatları uzun müddətdə toplayıb sonra brute force hücumunda istifadə edə bilər. Brute force nə idi? Bizə aid olan məlumatların, şifrələrin yoxlanması əməliyyatı. Yoxlaya bilər. Və yaxud bizim məxfi sualımızın tapılmasına istifadə edə bilər. İkinci, DNS saxtakarlığından da istifadə edə bilər. Yəni, populyarlıq qazanmış saytlarda qeydiyyatdan keçməyə bizi dəvət edə bilər. Və yaxud da ola bilər ki, hər hansı saytdan nəyisə endirməyimizə bizi təkid edə bilər, baxmamızı təkid edə bilər, deyə bilər ki, məsələn, o biz bilir axı bizim maraq dairəmizi. Maraq dairəmizi bildiyi üçün həmin maraq dairəsinə uyğun tutaq ki, hansısa kontentlərin olduğu linklərə bizi yönləndirə bilər. Bunlar dedik nədir? Hər hansı saytların adlarının dəyişdirilməsi, məsələn, Facebook'un Facebook olması və s. Burada əsasən bizim istifadəçi adımızı və şifrəmizi oğurlamağa yönəlir. Yaxud da
virtual dostluğumuzdan istifadə edib maraq dairəmizdə bildiyim ki, şəkli, hər hansı bir musiqini, videonu yükləmək üçün bizə öncədən yoluxdurulmuş fayl kimi göndərə bilər. Beləliklə artıq biz həmin sosial mühəndisliyin qurbanı olmuş ola bilərik. Bu da sosial mühəndislik məsələsi. Ransomware viruslarından mühafizə üsulları. Bunlardan Petya artıq qəbulda görsənib, amma WannaCry görsənmir. Bunların hər ikisi ransomware-dir. Ransomware nə deməkdir? Gələn dərs tərif formasında keçəcək. Bugün üstündən keçir. Ransomware fidyədir. Bu tipli proqramlar kompüterimizə bulaşdıqdan sonra onlar kompüterimizdə önəmli olan hər hansı bir qovluğu şifrələyərək onun qarşılığında bizdən pul tələb edir. Ən çox yayılan viruslar növləri isə 2 dənə. WannaCry-dir, bir də Petya-dır. WannaCry virusundan belə qorunmaq üçün belə bir domenin bizim kompüterimizdə olması lazımdır. Deməli, WannaCry virusunun qarşısını almaq üçün IT eksperti kill switch tapıb. Yəni o kill switch qorunma üsuludur. Tapıb üsul da nədən ibarətdir? Zərərverici əvvəlcə qırmızı rəng verdiyim domenin kompüterdə olub olmadığını yoxlayır. Əgər varsa, onda o kompüterə yoluxmur. Yox, əgər yoxdursa, o kompüterə yoluxur. Onda tədqiqatçı həmin domeni qeydiyyata almaqla virusun fəaliyyətinin qarşısını almasına nail olub. Deməli, bundan sonraki antiviruslar və Windows əməliyyat sistemi də bunu eləyir arxa planda. Ona görə bizə bu tipli viruslar yoluxmur. Petya isə düşmüşdü qəbulda. Sual vermiş ki, Petya virusundan qorunmaq üçün nə etmək lazımdır? Windows əməliyyat sistemini C, bizdə o ad panelində yazılır, C qoşa.slash falan. Həmin ünvanda perf adlı faylın mövcud olduğunu yoxlayır. Əgər belə bir mövcud varsa, onda bu tipli virus kompüterə yoluxmur. Bunların hər ikisinin dediyim kimi önəmlidir. Altdakı o Petya düşüb artıq qəbul. Sual belədir ki, necə qorunmaq olar? Cavab da odur ki, perf adlı faylın mövcud olub olmadığını yoxlayır. Varsa deməli biz ona yoluxmayacağıq. Gəldiyi zərərverici proqramları yoluxma simptomları, bunlar da qəbulda düşən suallardandır. Biz hardan bilə bilərik ki, bizim kompüterimiz zərərverici proqramlara yoluxub? Sistem yavaşlayarsa, yəni kompüter normadan zəif işləyərsə, proqramlar qeyri-sabitdirsə, gözlənilmədən bağlanırsa və uzun müddət açılmırsa, fayl və qovluqlar görünmürsə və tez-tez dəyişirsə, adları dəyişir, tərkibi dəyişirsə, ekranda reklamlar varsa, şəbəkə internet bağlantısı qeyri-sabitdirsə, tanımadığımız, bizə məlum olmayan proqramlar kompüterə quraşdırılırsa, bizim icazəmiz olmadan, antivirus proqramı öz-özlüyündən dayanırsa, öz-özlüyündən silinirsə, kompüter tez-tez perezaquçka dediyimiz yenidən başlama əməliyyatı heç bir xəbərdarlıq olmadan, sistem resurslarına yüksək istifadə. Məsələn, baxıram ki, kompüteri 3 dəqiqədə açmışam, amma qızıb bu dəqiqə partlamaq həddindədir. Deməli, tapşırıqlar menecerində yüksək mikroprosesor və RAM istifadəsi görsənir. Bizdən icazəsiz arxa planda. Və lokal şəbəkələrdə kompüterin Ethernet kartı, yəni şəbəkə kartı öz-özünə başqa bir kompüterə arzu olunmaz paketlər göndərir. Bunlar artıq simptomlardır. Bu əlamətləri gördüyümüz zaman həmin əlaqədar mütəxəssislə əlaqə saxlamaq lazımdır. Deməli bu, completely automated public turning test to tell computers and human apart. Elə bir uzun adı var, qısaltmışıq. Bunu niyə saldım? Mən bir dəfə sual salmışdılar ki, kompüter təhlükəsizliyinə, informasiya təhlükəsizliyinə mənfi halda, yəni mənfi bir təsir nə ola bilər? Bu da var idi variantlarda ki, seçəkmi bunu yoxsa seçməyi? Seçmək olmaz, çünki bu yoxlama əməliyyatıdır, testdir. Bunun əsas funksiyası insan tanımadır. Yəni istifadəçinin insan olub olmadığını təsdiq etmək üçün hazırlanır ki, burada çətin oxunan simvollar, şəkillər arasında seçmə və sadə suallar olur ki, bu həm saytları qoruyur, web formatlarda spam göndərilməsinin qarşısını alır və ən önəmli məsələ təhlükəsizlikdir. Web saytların təhlükəsini artırır ki, botlar belə testləri aşmaqda çətinlik çəkir. Həmin botlar əgər bu olmasa, sayta daxil olub saytı sıradan çıxarda bilər çox rahatlıqla. Yəni web saytların təhlükəsizliyini artırmaq üçün çox faydalı. Bir sözlə, bunun informasiya təhlükəsizliyinə heç bir mənfi amilliyi yoxdur, tam müsbət amildir. Yadda saxlayın. Özünüzün də qarşınıza çıxılır, bilirsiniz, bir dənə sayta girsəm, bir dənə deyir ki, oradan
nərdivan şəkillərini seç. Çox vaxt nə düşür? Svetoforun deyir şəkillərini seç və s. Davam eləyək. Davam eləyək. Artıq yavaş-yavaş bitirmək üzrəyik dostlar. Gəldik çatdıq hara? İdentifikasiya, autentifikasiya, avtorizasiya. Deməli, bir dəfə qəbula sual düşmüşdü ki, bunlar hansı ardıcıllıqla icra olunur? Bir dəfə sual düşmüşdü ki, sistemə daxil olmaq üçün istifadəçi girişi hansı anlayışları birləşdirir? Daha sırasını istəməmişdi, sadəcə adların. Amma növbəti dəfələrdə identifikasiya nədir, autentifikasiya nədir, avtorizasiya nədir? Onlar da sual kimi düşür. Deməli, bizim artıq 32-ci səhifədəyik. Ürəyinizin rahat olması üçün göstərdim ki, yəni bir şey qalmayıb, 37-də yekunlaşdıracağıq. Amma çox önəmli məsələlərdir bu identifikasiya məsələsi. Məsələn, mən hər hansı bir sistemə daxil olmaq üçün daxil olmağım cəhdi 3 anlayışı özündə birləşdirir. Birinci identifikasiyadır. Buna deyirlər eyniləşdirmə. Eyniləşdirmə nədir? Məsələn, sistemə daxil olmaq üçün sistem öncədən mənə təklif elədiyi, mənə bildirdiyi, mənə aid olan logini, parolu istəyir məndən. Biz bunu daxil edirik. Bu elə daxil elədiyimiz login və parol subyektin, yəni bizim təkrarlanmayan eyniləşdirmə vasitəsidir. Bundan sonra sistem arxa planda yoxlayır. Yəni bizim daxil etdiyimiz məlumatları arxa planda yoxlayır. Yoxlasın, görsün ki, həmin o məlumatlar düzdür, yoxsa düz deyil. Əgər düzdürsə, əminlik varsa, onda o növbəti mərhələyə keçə bilər. Amma autentifikasiya bu qədər asan deyil, yəni. Düzdür, biz hər hansı bir sistemə daxil olanda bu identifikasiya ilə paralel gedir. Biz onu hiss eləyə bilmirik, fiziki olaraq görə bilmirik. Amma autentifikasiya ən önəmli məsələdir. Autentifikasiyanın var normal növü. Yəni mən sistemə parolu daxil elədim. Və sistem də gördü ki, düz paroldur. Hə. Bir də var qarşılıqlı autentifikasiya. Qarşılıqlı autentifikasiyada həm müştəri sistemi, həm də sistem bir-birini təsdiqləyir. Bu da nə üçündür? Məsələn, man in the middle hücumlarından qorumaq üçün və yaxud da kimsə başqası bizim login parolumuzu daxil eləyibsə, ondan qorumaq üçündür. Qarşılıqlı autentifikasiya 3 faktorla, 3 kateqoriyada icra oluna bilər. Məsələn, biz şifrəmizi daxil eləmişik. Əlavə olaraq da bizdən istəyə bilər başqa şifrə. Yaxud bizdə şifrə daxil olandan sonra ola bilər bizdən əlavə olaraq bizə öncədən verilmiş hər hansı smart kartı istəyə bilər. Hər hansı bir başqa giriş açarı istəyə bilər. Yaxud bizdən parolla yanaşı fiziki bioloji xüsusiyyətimizi, yəni biometriyanı istəyər. Barmaq izimizi istəyər məsələn bizdən. Bu qarşılıqlı autentifikasiyadır. Biz daxil etdik, o da bizi təsdiq eləmək üçün bunları bizdən istəyə bilər. İndi biz biometriyadan danışacağıq. Biometriya nə deməkdir? Biometriya insanın bioloji xüsusiyyətlərinə əsasən kimliyinin müəyyən edilməsi, yəni tanınması deməkdir. Burada barmaq izi, əl həndəsəsi, üz tanıma, gözün qüzehli və torlu qişası, nitq özəlliklərini tanınma, elektron imza yaxud da əl imzası kimi nümunələr göstərmək olar. İndi gəlin baxaq görək. Barmaq izi, başlayaq görək hansılar növlərdə olar. Barmaq izi daktiloskopiyadır. Barmaq izi hər bir şəxs üçün fərdidir, təkrar edilməzdir. Zamana görə sabitdir, yəni qocalanda da eyni barmaq izi olur və bərpa oluna biləndir. Yəni, bərpa oluna bilən o demək deyir, sən barmağı kəsirlər, təzdən yerinə çıxacaq. Yəni, balaca bir kəsik olsa, problem yoxdur, o mənada. Gözün torlu qişası və gözün qüzehli qişası. Biri retinadır, biri skleradır. Retina nə deməkdir? Bu, gözü qanla təchiz eləyən, arxada o venalar və arteriya damarları var, bilirsiniz. Həmin o arteriya damarlarının identifikasiya üçün çəkilməsi, yəni gözün dibini xarici işıq mənbəyi ilə işıqlandırıb, həmin onların o şəbəkəsini yadda saxlamaqla məxfi sistemlərə girişin əldə edilməsi prosesidir. Gözün qüzehli qişası isə bu gözün çöldən bizim görmədiyimiz torlu qişası var. Həmin torlu qişasında şəbəkə var. Həmin şəbəkəni çəkməklə yadda saxlayır və yenə də məxfi sistemlərə girmənizə şərait yaradır. Yəni retina gözün dibidirsə, sklera onun qabaq tərəfidir. Yəni qüzehli qişası bu mənada. Torlu arxa plan. Nitq özəlliklərini tanınma, bilirsiniz, hər bir şəxsin səs hündürlüyü, desibel var da, səs fonemi var. Onunla yadda saxlayıb daxil ola bilərsən. Üz tanıma da ən çox tanınan və etibarlı biometrik identifikatordur. Yəni bizdə
üzümüzdə, burnumuzdan, mesela dodağımıza qədər olan məsafə, qulağımızdan gözümüzə qədər olan məsafə, bütün bunlar həndəsi formada çəkilir. Onlar arasında məsafə ayrı-ayrılıqda qeyd edilir, parametrlər hesablanır və sistemə daxil olmağa şərait yaradılır. Ovuca görə də əlin ölçüləri, forması, o sümüklərin qatlanma yerləri, qan damarlarının yerləşməsi və cürbəcür naxışlardan istifadə oluna bilər. Bu hava limanlarında, banklarda sistemə daxil olmaq üçün istifadə olunur. Bunlar biometriyanın növləridir. Bütün bu hadisələrdən sonra sistem qane olsa ki, biz həqiqətən də bizik, yəni parolumuz daxil olunub, hər şey qaydasındadır, onda avtorizasiya olur. Avtorizasiya nə deməkdir? Avtorizasiya artıq subyektin obyekt üzərində öncədən müəyyən edilmiş səlahiyyətlərinin təmin olunmasıdır. Nə deməkdir bu? Yəni mən sistemə daxil olduqdan sonra mənə icazə verilən bütün prosesləri icra edə bilərəm. Tutaq ki, bankomatda pul çəkirəmsə, hesabımda olan pulların hamısını çəkə bilərəm. Və bu avtorizasiyadır. Nə oldu avtorizasiya? Səlahiyyətlərin təmin olunması. İdentifikasiya nə idi? Eyniləşdirmə. Autentifikasiya nə idi? Həqiqiliyinin yoxlanması. Bunlar önəmli detallardır. Bu məsələni sadə nümunə üzərində göstərmək adına burada bir dəfə də göstərmişəm. Dediyim şeyləri bir daha burada yazmışam. Bu qədər dostlar. Bu birinci dərsimiz idi. Düşünmürəm ki, çətin mövzudur. Sadəcə olaraq biraz material çoxluğu var. Təbii ki, mən razıyam ondan. Amma öyrənilə biləndir. Real həyatda qarşımıza çıxa biləcək təhlükələrdən öncədən xəbərdar olmaq üçün bu mövzu həddən artıq önəmlidir. Videonu mən burada dayandıracağım.